İnanırsınız Allah belə bir söz deyir ki, cəaltükə misli, sən özüm kimi eləyərəm. Özüm kimi. Sən varlıq aləminə deyərsən, hamı deyər baş üstə. Qüdrət bu qədər. Ürəyindən bir şey keçər, yer, göy sənin istəyivə uyğunlaşar. Deyir, filan kəs arzuluyub, filan şey. Və bəzən məsləhət olmayanda, mən bir Arifin həyatında oxumuşam, bir şey ictimai bir məsələ idi, dua eləyirdi, deyir, ona necəsə işarə elədi Allah, mən bilmirəm, onların özünün Allahla münasibəti var. Allah ona dedi ki, bunu istəməsin, məsləhət deyil. Bilirsiniz nə deməkdir bu? İstəməsin, məsləhət deyil, vermə də. Allah deyir, sən hörmətlisən axı, sən istəsən gərək verim. Sən o qədər hörmətlisən ki, istəsən verməliyəm, ona görə deyirəm, istəmə, xahiş edirəm. Belə də hallar olur, insanın Allah. Bizə dillər istəmə, biz istəyirik, vermirlər. Məsələ uşağıq da biz. Amma böyüklərə deyirlər ki, istəsən, sən uşaq deyirsən, böyüksən. Sən istəsən, mən gərək verim, ona görə də sənə çatdırırlar ki, istəmə bunu, sözün yerə düşməsin, məsləhət deyil. Arzular aşağıda qalsa, çatmamaq ehtimalı çoxdur. Hamı vəzifə istəyə bilər, amma hamıya qismət olmayacaq, düzdür? Bunun da bir həddi var da. Hamı məşhur olmaq istəyər, amma hamı məşhur olmayacaq. Amma yuxarı getdikcə insan Allahı istəsə, deyirlər ki, istək yuxarı getdisə, şiddətli oldusa, həyata keçməməyə mümkün deyil. Və bunu yadda saxlayın. Adam böyük şey istəsə və çox istəsə mütləq çatacaq. Deməli, arzuya çatma ehtimalını Həzrət Əli qaldırdı yuxarı. Arzu böyük olanda, aşağı düşdükcə, hamı pul istəyir, birinə qismət olacaq, birinə yox. Hamı şöhrət istəyir, birinə qismət olacaq, birinə yox. Hamı sevilmək istəyir, bunları sayaq. Ya olacaq, ya olmayacaq. Olub olmama ehtimalı var. Amma hamı Allah istəsə və şiddətli istəsə, mütləq olacaq o. O arzusuna çatacaq. Mütləq, şübhəsiz. Və ona da yönələndə sirab olursan. Qalan şeylər mənasız olur sənin üçün. Bütün arzular bir nöqtəyə aparır. Bir nöqtəyə aparır. Və onu çox istəsən, mütləq yetişəcəksən. Çox gözəl bəhsdir bu. Mən bilməm necə çatdıra bilirəm, amma çox gözəl bəhsdir.